yomruş şənbi, bazar günü gələsidir. Elə onun bu xadlığı olur. Gəlir arada oturuq elə məhəllədə söhbət edir. Elə onu qulaq asmağı xoşlayır. Çox belə dərinliyinə gedən adamdır. Amma elə bir şeylər, momentlər olur ki, deyir ki, bax bu burada niyə belədir? Mən həqiqətən də özüm birdən qalam düşünə ki, bunu deyirəm valla bunu sorsa bilərəm, dəqiqliyi insan var, pastor Elşəndadır. Ondan sorsa sənə çatdıra bilərəm bu fikir. Amma məndə hələ o açılmayıb. Onu sənə çatdıra bilmərəm çox şeyləri. Fikir versiniz, İsa'nın nəslindən olan, Yəhudi nəslindən olan müqəddəs kitabı anlamır. Görsən sən nə boyda xoşbəxtsən, Rəbb sənə açıb bunu. Bəli, Yəhudi olan həkim Ağdaşlı Azərbaycanlıdan İsraildə söz soruşur ki, İsa kimdir, Allah kimdir, bu niyə belədir? Allah adam öldürəni bağışlayırmı? Aleluya, aleluya. Əziz qardaşlar və bacılar, biz oruçdayıq, orucumuz davam edir. Və ona görə də bu günlərim sizi yeni bir addım atmaq üçün, özünüzün həyatınızda dəyişiklik olması üçün bəzi şeyləri indi danışacağım burada. Bilirsiniz, elə bir ki, sən hər səhər yuxudan oyanırsan, hər səhər yuxudan oyananda, özünü elə bil, büyündən sonra belə olacaqdır. Sən özünü gözləmə, elə bil, intizar vəziyyətində tapcasan. Sən nəsə yaxşı şey gözləyəcəksən. Sən günün, necə deyim, belə heyrətamiz, möhtəşəm olduğunu görəcəksən. Başlayacaqsan, yuxudan duranda səhər-səhər. Deyəcəksən ki, aha, mənim günüm başladı. Yeni gün başladı, hansı ki, mənə aid olan gün başladı. Və reallıqda sən bunları gözləyəndə o şeyləri sən görəcəksən, o şeylər sən həyata gələcək. Səhər duranda yuxudan sən başlayacaqsan artıq büyündən sonra başqa durdurmağa. Sən özünü gözləmə vəziyyətində tapcasan ki, mən gözləyirəm. Artıq sən qaranlıq gözləməyəcəksən. Artıq sən pislik gözləməyəcəksən. Çünki kəlam deyir ki, hər şey sənin xeyrinə işləyir. Eşidirsən? Kəlam deyir ki, hər şey sənin xeyrinə işləyir. Amin. Bəs deyə bilərsən ki, niyə mənlə bu problem baş verdi? Sən özün elə düşündün, ona görə baxmayaraq o problem səninlə baş verdi. O problemi sən yaratmışsan. Amma hər şey sənin xeyrinə işləyir. Problem gəlsə belə o sənin xeyrin üçündür. Davudun qarşısına Qaliyaf adlı problem çıxmışdı. O problem ki, bütün İsrail xalqını alçatmışdı. Bütün İsrail ordusunu alçatmışdı. Amma Davudun qarşısına çıxan bu problem Davudu əzmədi, əksinə Davudu yüksətdi. Aleluya! Başa düşün, sənə nə baş verir? Davud Qaliyafı görəndə orada problemlərin həllini görürdü. İsrail xalqı qarşısında problem görürdü. O hər gün səhər dururdu, ordunun o tərəfdəki ordunun başında və səngərdən çıxıb qışqırırdı. Ey sünnətsiz Yəhudilər, İsraillılar! Sünnətsiz sünnət, yəni günahdan kəsilməyib, hələ də günahdasınız. Müqaviləsi olmayanlar. Bəli, Allahla müqaviləsi olmayanlar, Kifayət xanım dediyi kimi, Allahla əhdi olmayanlar, sünnətsiz, çünki bilirsiniz da ki, İbrahimlə Allahın əhdi olmuşdu və İbrahim sünnət olunmuşdu və qan əhdi olunmuşdu. Və ona görə də Qaliyaf hər səhər çıxıb deyirdi ki, ey sünnətsiz Yəhudilər, İsraillılar, arazda bir kişi var, çıxsın məndən dalaşsın. Və bütün İsrail xalqı məyus olmuşdu. Çünki bütün İsrail xalqı səngərə girmişdi. Çünki qarşısında problem görmüşdü. Və o problemi özlərindən böyük görmüşdü. Baxmayaraq ki, onlar Allahın xalqı idi. Baxmayaraq ki, onlar seçilmiş xalqı idi. Bu bugün sənin obrazındır. Sən Allahın və seçilmiş xalqısan. Sən özünə belə baxmalısan. Davud isə Qaliyafı görəndə problem görmədi.
o qalyafı görəndə o problemin həllini gördü. Dedi, vah, indi mənim xalqımın problemi həll olacaq. Bugün mənim günümdür. Bugün, eşidirsən, bugün sənin günündür. Bugün sənindir, sənə aiddir. Eşit, agah ol, bil. Və bu sənin üçün ən xoşbəxt gündür. Çünki sən indi və bugünsən. Sən indi və bugünü yaşayırsan. Başqası yoxdur. Və ona görə də artıq sən möhtəşəm şeyləri gözləməyə başlayacaqsan. Artıq sən o şeyləri ki, arzulayaraq uzağa yerləşdirmirsən. Mən əvvəllər danışmışdım da sizə ki, arzulamaq artıq uzağa yerləşdirməkdir. İndi və bugün deyil, varımdır deyil. İsa nə deyirdi? Deyirdi ki, kimin varıdır ona veriləcəkdir. Kimin yoxudursa onda olanla alınacaqdır. Biz isə varımızdır vəziyyətində gəzirik, ona görə də bizə əlavə olunur. Deyir, kimin varıdsa ona əlavə olunacaqdır. Əlavə olunaraq veriləcəkdir. Və biz indi bu vəziyyətlərdə gəzəcəyik ki, biz gözləyirik. Nəyi? Arzuladığımızı artıq olduğunu iqrar edəcəyik. Özümüzü illər boyu arzuladığımızın artıq qapımızda olduğunu düşünərək ayılacağıq. Artıq bugün ona sənin əlin çatası, onun da sənin əlinə düşəsi günün olduğunu gözləyərək günümüzün heyrətamizliyini, günümüzün möhtəşəmliyini elan edəcək ətrafımıza. Və biz indi bunu edəcəyik birlikdə. Və çörək bölmə edəcəyik sonda. Yəni, birlik edəcəyik. Biz birik artıq. Biz bu çörək bölməni etsək də birik, etməsək də sadəcə bunu olaraq, bunu edərək biz bir daha onu yad edirik, yada salırıq. Çünki insan unutqandır. Ki biz Allahla birik, artıq birləşmişik, artıq ayrılıq yoxdur. Ona görə də mənim arxamca denən indi, təkrar elə. Denən, mən bu günün oğluyam. Atam izzət atasıdır. Buna görə də bugün izzətli gündür. Bu mənim günümdür. Çünki mən indi və bugünü yaşayıram. Mənim üçün başqa gün yoxdur. Halleluya. Bilirsən, lazımdır ki, sizə hansı hadisələr gözləməyinə baxmayaraq, bugünün qələbəsini elə indi dadasınız. Dadın indi. Mənim arxamda təkradladığım söz sizə kömək edəcək ki, siz onu dadasınız. Və inanam ki, bu dadma sürətlə artır, güclənir. Bu oruç dövründə bugünün qələbəsini dadmaq sizin üçün güclənir, sürətlənir. Daxiliniz isə sizdən ola bilər, nəsə başqa şeylər istəyir, yemək, içmək. Fərqi yoxdur. Bugün var. Bugün var. Və sizin izzət sabahınız var. Sizin izzət sabahınız var. Sizin hər anınız izzət sabahıdır. Kəlam dedi ki, artıq orada gecə olmayacaq. Artıq qaranlıq olmayacaq. Çünki bizim izzət sabahımız var. Və o bizdədir, o uzaqda deyil ki, mən onu çalışım, axtarım, tapım, alım, əldə edim. Hansısa dini ayinləri yerinə yetirməklə, hansısa dini məşqləri etməklə. Xeyr. Bilsən, sənin ləzzətin, sən gözəl bir şeyi dünyaya gətirəndə, indi qadınlar laf çox bilər bunu,
Kişilər isə bir gözəl şeyi yaradanda, düzəldəndə, qadınlar isə canlıya girmək istəyir, kimsə yazır, mən onu canlıya qoşa bilmirəm, gərək sən vaxtında qoşaydın. Nəsə, sənin ləzzətin, sən elə bir gözəl bir şey yaradanda, qadınlar laf bunu yaxşı başa düşər. Dünyaya gözəl öz evladlarını gətirəndə, biz bilirik ki, hər qadın üçün hər bir övladı gözəldir. Necə ki, Adəm, mən bu barədə danışmışdım əvvəlki çıxışlarımda. Necə ki, Adəm Həvvanı öz daxilində tapıb, sevinclə onu çıxartdı və dedi ki, nəhayət əti ətimdən, qanı qanımdan. Sən də bu vəziyyətdə bugünün bütün imkanlarını azad edəcəksən. Və sən artıq başlamışsan, bugünün bütün imkanlarını, bugünün böyük imkanları var. Sənin arzularının son nöqtəsi bugündür. Sabah deyil, sabaha saxlama. Sən bugünün imkanlarını azad edirsən, bax, indi başlamalısan azad etməyə. Sən sənin arzularının, istəklərinin yaxşı olmasını hesab edirsən. Sən bugünkü gününü izzətli hesab edirsən. Sən özünün bədənini izzətli bədən hesab edirsən. Və sən elə bil bunun, necə deyim, arı günün şirəsini çəkdiyi kimi sən bunun sokunu, şirəsini gözləyirsən. Sən bunun ətrini gözləyirsən ki, mən bunu gözləyirdim. İyi gəlir, dadı gəlir, gücü gəlir. Aleluya, aleluya, aleluya. Başa düşürsən? Sən artıq bunu gözləyirsən. Sən ətiri, buruna iyi gəlir, neçə illərdir, neçə aylardır gözlədiyin şeylərin artıq iyi buruna gəlir. Vay, aleluya. Oy, oy, oy. Haleluya. Haleluya, haleluya, haleluya. Oh, haleluya. Oh, haleluya. Büyündən sonra sən belə yaşayacaqsan, yaxşı. Büyündən sonra sən belə yaşayacaqsan, gözləyəcəksən. Sən gözlədiyin, istədiyin şeylərin həqiqətən səndə olmağını qəbul edərək, sən artıq layiq olduğunu qəbul edərək, o şeylərin artıq iyini, rəngini görməyə başlayacaqsan, iyini duymağa başlayacaqsan, ətrini duymağa başlayacaqsan, gücünü görməyə başlayacaqsan sən həyatında. Haleluya. İndi mənim arxamca denən, necə izzətli, şərəfli gündür bu gün. Təkrar elə mənim arzumda. Mən bu günün içindəyəm, o da mənim içimdədir, o da məndədir. Necə şərəfli gündəyəm. Mən bugünün Məsihin ətri kimi, ilahi təbiət kimi, əzəmət və güc olaraq azad edirəm dinən ətrafıma. Bu güc məndən çıxır, yaxınıma, yoldaşıma, maliyəmə, ailəmə. Mən o gücün mənbəyiyəm. Mən Məsihin ətrinin bu dünyaya məhdubuyam. Mən ilahi təbiətəm və bunları indi adını saydıqlarımı ətrafıma yayın edirəm, ətrafıma azad edirəm. Haleluya. Bugün mən ümidlə axıram və bilirəm ki, hər şey yaxşı olacaq. Mən ümidlə Rəbbin axınında axıram.
və hər şeyin əla olacağını bilirəm. Bilirəm ki, hər şey qaydasındadır və bugün də hər şey mənə kömək edir. Hər şey mənim xeyrimə işləyir. Mən bu böyük möcüzələri, bu böyük imkanları görməyi səbirsizliklə gözləyirəm. Mən idarəçiyəm, mən hökümdaram, məni yaradan belə yaradıb və idarəçiliyimi artırmaq üçün, idarəçiliyimi daha da irəli aparmaq üçün bugün bu imkanları çoxaldıram. Mən böyük əraziləri əldə edirəm. Mən şəhərləri əldə edirəm. Daha böyük sahələr, daha böyük sahələr. Halleluya. Halleluya, halleluya, halleluya. Təhsil edən pul deyil mənə tabi olan. Bütün şəhər mənə tabidir. Bütün şəhər mənə tabi edilir. Halleluya, halleluya. Mənim şəhərimdə, denən yaşadığım şəhərdə hər şey lazım olduğu kimi baş verir. Çünki mən bugün denən bu şəhərə girirəm. Denən mən bugün bu şəhərə girirəm. Halleluya. Ata, böyük sirrə görə, ya Rəbb, sənə təşəkkür edirik. Məsih məndədir. Bütün cəsarətlə mənə bugün uğur qazandıran izzət ümidini verir. Bu vəyhə görə sənə minnətdaram. Halleluya. Çünki kəlamda deyilir ki, Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sir sizdə olan Məsihdir. Halleluya. Halleluya, halleluya. Bu sir odur ki, Məsih sizdədir. O sizə izzətə qovuşmaq ümidini verir. Halleluya. Ona görə də denən hər şey mənim xeyrimədir. Öz bədəninə di bunu və öz bədənindən yayın ilə ətrafa denən hər şey mənim xeyrimə işləyir. Hər şey denən mənim istədiyim kimi olacaq. Başqa cür mümkün deyil. Hər şey denən mənim rifahım üçün, hər şey mənim rahatlığım üçündür. Halleluya. Oh! Sənə təşəkkür edirik, ata. Möhtəşəm adını alqışlayırıq, ya Rəbb. Ona görə də bugün biz çörək bölmə edəcəyik. Buna görə deyirəm ki, hər dəfə Rəbbi ilə ünsiyyətə girəndə, hər dəfə çörək bölmə edəndə və yaxud dua vaxtına daxil olanda, duaya daxil olanda özümüzə kim olduğumuzu və bunun nə ilə bağlı olduğunu xatırlamalıyıq. Çörək bölmə məhz bu barədədir. Sən hər dəfə duaya daxil olanda
beynində başqa fikirlər, alım, verim, satım, borcum, xərcim yox. Sən kimsən və kiminlə ünsiyyətə girirsən düşüncəsilə daxil olmalısan. Halleluya. Biz Orus devrini yaşayırıq. Yəni biz bu dünyanın qidalarından əl götürüb, səmavi səltənətin qidalarından yeməyə başlamışıq. Biz cəmi 120 il bizə ömür vəd verən bu dünyanın qida ambarından əllərimizi götürüb, bizə əbədi həyat verən səmavi səltənətin toy ziyafətindən qidalanmağa başlamışıq. Biz ac deyilik. Aleluya, biz ac deyilik. Biz toxuq. Ona görə də götür bu çörəyi. Qaldır. Və özünə denən, mən günün oğluyam. Mən izzətli günün oğluyam. Mən bu günün sahibiyəm. Necə ki, Məsih çarmıqdan sonra isə göylərə taxta uzaldı. Denən, mən də bu bədəni ucaldıram. Allahın yaşadığı mən adlı bədəni ucaldıram. Mən bu çörək bölmədə özümə oxşarla birləşirəm. Mən bu birliyi yayın edirəm bütün dünyaya, bütün kainata. Mən bütün ruhani və fiziki aləmə yayın edirəm. Mən birləşirəm. Mən və atam birik. Və bugün etdiyim bu addım, bugün etdiyim bu ayin, bunu bir daha sübut edir ki, mən və atam birik. Götür, qəbul et. İndi sakitləş bir müddət. Fikirləş görsən, kimi qəbul etmisən? Sakitləş bir müddət. Düşün ki, sən birləşmisən. Düşün ki, sən birsən. Bu barədə düşün. Halleluya. Halleluya. Mən dediklərimi bir də filtrdən keçirt, bir də yaddaşından keçirt, bir də yada sal. Özün görəcəksən ki, bədənin necə izzətlənir. Özün görəcəksən ki, həyat işığı necə səndən parlamağa başlayır. Özün görəcəksən ki, həyat verən ruh, sonuncu Adəm olan həyat verən ruh necə sənin bədənini izzətləndirib, necə gücləndirib ki, sən nəinki xəstəliyə, nəinki problemə, sən ölümə belə qalib gələsən. Məhz sən, bəli, sən, Məsih, sənin ölümə qalib gəlməyin üçün, özü ölümə qalib gələrək, sənin qalibiyyətə bütün qapılarını açıb, sənin qələbədən, sənin qalibiyyətdən başqa seçimin,
yolun yoxdur, eşidirsən. Sən ölməzsən, sən çürüməzsən. Alleluia. Alleluia. Oh. Düşün ki sən kimsən. Düşün kim səndə yaşayır. Düşün özün barəndə ki sən necə izzətlisən. Sən necə möhtəşəmsən. Davud deyir ki, insan kimdir ki, onun barəsində belə düşünürsən. Davud deyir ki, insan kimdir ki, onun qayğısına qalırsan. Aleluya! Oh, wow! Davud açılmışdır. Davud məhdəl qalmışdır. Davud deyir ki, kimdir ki, axı insan? Çünki Davuda insan barəsində çox pis şeylər təbliğ olunmuşdu. Çünki uşaqlıqdan ona insan barəsində düzgün olmayan əməllər olunmuşdu ona qarşı. Ona açılanda ki, Allah insanı necə sevir. Ona açılanda ki, insan Allahın göz bəbəyidir. Ona açılanda ki, insan Allahın ürəyinin üzərində olan bir tacdır. O dedi ki, insan kimdir ki, onun qayğısına qalırsan? İnsan kimdir ki, onu bu qədər sevirsən? Və o insan sənsən. Halleluya. Özünə qiymət ver. Özünə hörmət qoy. Sən ucasan. Sən alisən. Sən taxta oturmuşsan. Efeslər 2. fəsil 6-cı ayədir ki, sən taxta oturtulmuşsan. Sən taxtasan, taxta oturan ancaq şah olur. Taxta oturan ancaq ölməz və çürüməz olur. Çünki o taxt bütün ölüm və çürümə, bütün kainat üzərində qurulub. O hər şeyin üzərindədir və o taxt ora yerləşdirilib. Sən də Məsihdə ora yerləşdirilmişsən. Bil və agah ol. Budur sənin irsin. Budur sənin talihin. Budur sənin təbiətin. Sən ilahdan doğulmuş ilahsan. Sən ruhdan doğulmuş ruhsan. Halleluya. Halleluya.